Xeyir olsun müəllimlər, hər birinizi salamlayıram. Bugünkü mövzumuz nəzəriyyələr olacaq, yəni ödənişsiz təlimdir. Ümumi nəzəriyyələr haqqında sual-cavab edəcəyik, hansı ki, izahlarını və PDF-lərini ödənişsiz qrupa göndərmişdim. Müəyyən qədər təbii ki, ödənişli dərslərin PDF-ləri göndərilmir. Onları öyrənəcəksiniz. Dərsdə isə sual-cavab edəcəyik və eyni zamanda da sonda bir neçə test işləyəcəyik. Aktiv olan müəllimlər mütləq şəkildə əl işarələrini qaldırar, mən onları görərəm və adlarını səsləyərəm. Maraqlı olacaq və açar sözləri deyəcəm, qeyd edərsiniz. Dərsdə sona qədər qalın, sona qədər mütləq YouTube-a yerləşdirəndə də sonacan izləyin. Çünki siz bunlara baxsanız, bu izahları dinləsəniz, mütləq əmin olun ki, sizin imtahanda səhv etmə imkanınız yoxdur. İmtahana düşənlər əhatəsində izah edəcəm. İmtahana nə düşürsə onlar. Ümumi olaraq öncə qeyd edeyim, çoxsaylı mesajlarınızı alıram. Hal-hazırda bilirsiniz ki, bizim may 2-ci qrupumuz yaradılmışdı. İkinci qrup yekunlaşdı, yeri olmadı və bütün müəllimlərə demişdim ki, yeri yoxdur. Yazan müəllimlər də təəssüflənmişdi. Ona görə də 3-cü qrupu yaratdım və 3-cü qrupumuzda yerlər var hal-hazırda. Qeyd edeyim ki, dərslərimiz 3-cü və 6-cı günü olur. Kim istəsə müraciət edə bilər. Dərslər az-az dərindən keçirilir. Hər dərs fərdi sual-cavab olunursunuz. Dərs sonrası isə testlər işləyəcəyik. Yəni fərdi yanaşdırıb bütün müəllimlərə heç bir müəllimin dərsinə mane olmur. Mayda 3 qrupumuz yəni yaradıldı. 3 ayrı-ayrı. Digər qruplarda yerlərimiz doldu. 3-cü qrupumuzda bir neçə müəllim üçün yer var. 3-cü günü dərslərimiz sıfırdan başlayır. Kim istəsə əlavə oluna bilər. 5 aylıq qrupdur. 5 ay az-az dərindən, 5 ay ərzində MİQ imtahanı tez olsa MİQ müəllimlərini ayıracam, ayrı qrupda onları dərs keçəcəm, imtahana tezləşdirəcəm. Sertifikasiya tez olsa sertifikasiya imtahanına tezləşdirəcəyik və yaxud da ki, olmasa da az-az dərindən öyrənirik ki, yəni 2 ay mən qoşulum, 3 ay qoşulum, heç nə əldə etməyim söhbəti olmur. Burada az-az dərindən və çox səmərəli öyrənəcəksiniz. Çoxlu testlər, sınaqlar, sual-cavablar edəcəyik. İstəyən olsa mütləq yazıla bilər. Akademiyadan, qeydiyyatdan keçirdək, dərslərə qoşulsunlar. Bu qaydada əlavə olaraq da bunu bildirmək istəyirəm. Həftədə 4 dəfə də quizlər işləyəcəyik Telegramda. Google Form testləri, Oxuyanas platformasında testlər. Bilmədiklərinizi öyrənəcəksiniz. Hal-hazırda nəticələrimiz də MİQ və sertifikasiya üzrə göz önündədir. 50+, 40+ nəticələrimiz var. 50+ təbii ki də daha çoxdur. Siz də nəticə əldə etmək istəyirsinizsə əzmli olun, dərslərə qoşulun. İstəyən müəllimə 5 ay ərzində mükəmməl nəticə əldə edə bilər və 5 aylıq qrupumuz sadəcə bu ay üçün keçərlidir. Növbəti aylarda isə 5 aylıq qrupumuz olmayacaq. İmtahanın vaxtı isə ola bilər avqustun sonu olsun, ola bilər oktyabr ayında olsun. Amma dəqiq bir məlumat yoxdur. Hal-hazırda regionallarda təlimlər başlayır. Bu o deməkdir ki, yəni yaxın müddət ərzində olacaq. Belə, 2025 üçün nəzərdə tutulub 2026-ya yekunlaşacağı qeyd olunmuşdu. Başlayaq müəllimlər sual-cavabımıza. Başlayaq. Mən müəllimlərimi diaqnostik qiymətləndirmədən keçirtdim, hansı ki ödənişli müəllimlərimi diaqnostik qiymətləndirmədən ilkin dərsdə sual-cavab etdim, görüm hansı bilik bacarığa yiyələniblər. 3-cü günündən isə sıfırdan dərslərimiz başlayır. Yəni 3-cü günü ilk dərsimizdir. Belə. İndi başlayaq sual-cavaba. Səsi açsın Sürəyya müəllimə. Sürəyya müəllimə. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Sürəyya müəllimə, siz mənə deyin, nəzəriyyələri bilmək, nəzəriyyələri tətbiq etmək müəllimin hansı bacarığına aiddir? Diaqnostik bacarığına. Çünki müəllimə işlədiyi müəssisədə psixoloji və pedaqoji elmi biliklərin hamısına yiyələnməlidir. Düzdür. Bəs yaxşı. Bizim Montessori sizcə hansı nəzəriyyədən töhfələnib öz metodikasını yazıb? Montessori Piaget'in nəzəriyyəsindən kognitiv nəzəriyyəyə əsaslanaraq kognitiv konstruktivizm nəzəriyyəsinin əsasını qoymuşdu. 1900-cü ilin əvvəllərində Romada Maria Montessori tərəfindən yaradılmışdı. Düzdür. Bəs yaxşı. Deyin siz mənə, müəllimə zəng eləməyin, xahiş edirəm. Dərs bitəndən sonra yazarsınız. Mesajlara geri dönüş edəcəm. Hal-hazırda 300 müəllimə mesaj yazıb. Hər birinizə geri dönüş edəcəm. O gün də paylaşmışdım. Vaxt olduqca narahat olmayın. Qruplar üçün yazırsınızsa 3-cü günündən başlayırıq. Hal-hazırda hər kəs dərsdə olsun. Əsas odur ki, indi nəzəriyyələri müəyyən qədər öyrənə bilək. Bəs yaxşı müəllimə, hansı ki Emilia hansı nəzəriyyədən bəhrələnib yazmışdı? Emilia isə Vygotsky'nin sosial konstruktivizm nəzəriyyəsindən qidalanmışdı. Emilia təlimi isə 2-ci Dünya müharibəsindən sonra 1944-cü ildə İtaliyada yaranmışdı. Əla. İzah atmışdım da qrupa. Eynən, izah atmışdım Loris Malatyozi tərəfindən, bəli.
İzahı qeyd eləmişdim ki, izaha baxın. Çünki o izahda mən bütün imtahana düşən hər şeyi yazmışam. Özü açar sözlərlə. Ama sen yok. Sen yok. Müəllimə, bəs yaxşı. Piagenin hansı mərhələsində induksiya mühakiməsi formalaşır? İnduksiya Piagenin konkret əməli mərhələdədir. Bu uşaqların deməli 7, 11, 12 plus yaş arası aralığındadır. İnduksiya xüsusidən ümumiyə deməkdir, inteqrasiyadır. Xüsusidən ümumiyə deyəndə məsələn çəkirik məsələn alma, armud, nar, sonda qaydanı deyir ki, bunlar meyvələrdir. Bu induksiyadır. Amma desəydim ki, meyvələr şirindir, alma da, armud da şirin meyvədir, onda bu deduksiya olardı, formal əməli mərhələyə aid olardı. Düzdür, əla. Bəs yaxşı. Təklikdə oyun hansı yaşı əhatə edir və təklikdə oyun Piagenin hansı mərhələsinə aiddir? 0-2 yaşa aiddir. Piagenin də ki, deməli hissi hərəki mərhələsinə aiddir. Bu dövrdə uşaqlar nə isə kəşf eləyirlər, manipulativ dövrdə əlləri ilə yoxlayırlar, hiss eləyirlər, qavrayırlar, qırırlar, tökürlər, deyirlədirlər. Düzdür, deyirlədirlər. Bəs yaxşı. Deyin siz mənə, bəs bu hansı simvolik oyunlar Piagenin hansı mərhələsinə aiddir? Simvolik oyunlarda Piagenin deməli 3-7 aralığında olan ilkin əməli, həm də buna hazırlıq mərhələsi də deyirik, əməliyyat öncəsi mərhələ də deyirik buna. Simvolik oyunlar mərhələsidir. Burada 2 mərhələdən ibarətdir. Həm deməli geriyə saya bilmir, həm də simvolik mərhələyə aiddir. Simvolik mərhələ yəni xəyalında düşündüyü əşya və hadisələrin arasında öz xəyallarını qurur uşaqlar. Məsələn, pultdan istifadə edir, güya televizorda, hər hansı taxta parçasından istifadə edir, maşın kimi öz xəyalında onu canlandırır və yaxud da kardonun içinə girir, gəmi kimi ondan istifadə edir. Simvolik oyunların özü də 2 cür olur müəllimə. Bir var konstruktiv, bir də var ki, deməli konstruktiv, bir də var neydi? Simvolik. Bir də var simvolik. Konstruktiv odur ki, kağızdan düzəldir uşaq. Məsələn, gəmidir və yaxud da stakandır. Bu kağızdandır, amma simvolik olan da dramlaşdırılmış. Yəni burada uşaq məsələn qılınc düzəldirsək kardon parçasından, kardondan deməli qılınc düzəldir. O bu qılıncdan məsələn dramlaşdırma kimi istifadə edə bilir. Bu da onun simvolik deməli onlarına. Bəs yaxşı müəllimə, qeyd eləyin, bu hansı mərhələdir ki, burada uşaqlar da gecikmiş təqlid formalaşır. Yəni uşaq yaddaşlarına yazırlar, sonra gedirlər. Bu hissi hərəki mərhələyə aiddir. Uşaqlar məsələn yanlarında bir söz deyirsən ya da bir hərəkət eləyirsən, uşaq həmin an eləmir. Bir müddət keçəndən sonra uşaq həmin hərəkətləri ya da o səslərimi, o hərəkətləri təkrar edir, təqlid edir. Bu da gecikmiş təqlid adlanır. Bəs yaxşı, deyin siz mənə, bu dövrdə uşaqlar adətən ya adyala bağlı olurlar, ya soskaya bağlı olurlar. Anadan da ayrılmırlar. Hansı dövrdür? Bu da çağalıq dövrüdür. Uşaqlar həddən artıq həmin dövrə, deməli hissi hərəki dövrdə 0-2 yaş dövrüdür. Ayrılıq təşvişi yaşayırlar həmin an. Daim nəzarətdə olmalıdır uşaqlar. Bəs yaxşı, deyin siz mənə. Bəs həddən artıq ümumiləşdirmə deyəndə nə nəzərdə tutulur? Həddən artıq ümumiləşdirmə bildiyimiz kimi ilkin əməli öncəyə aiddir. Burada uşaqlar tutaq ki, balığı tanıyırsa, suda gəzən hər hansı, üzən hər hansı bir heyvanı, canlını görəndə elə deyir ki, ayana, ora bax, balıqlardır. Və yaxud da iynəni tanıyırsa, tikiş iynəsini də görəndə, hər hansı bir bizi də görəndə deyir ki, iynə. O həddən artıq ümumiləşdirmədir. Bu da uşağın məhdud təcrübəsindən irəli gəlir. Bəli. Uşağın təcrübəsi, bəli. Düzdür. Bundan Bəs asılıdır. yaxşı. Müəllimə, flowchart nədir? Yəni flowchart hal-hazırda müasir dövrdə nədə istifadə edirik biz onu? Flowchart müəllimə blok sxemdir. Biz bunu
inkişafın izlənilməsində istifadə edə bilərik müəllimə. Loqsfen kimi. Bəli, bu formativ qiymətləndirmənin mexanizmidir. Aha, sonra Bəli, meyara tərtib eləyirik. düzdür. Bəs yaxşı, qeyd eləyin siz mənə. Bir də bunu deyin. Ailələrlə əməkdaşlıq hansı modelimizə aiddir? Ailələrlə əməkdaşlıq müəllimə Emiliyada daha çoxdur. O həm ailələrin təlimlərdə iştirak eləməyini istəyir, həm də onlarla sıx əlaqədə olmağını deməli istəyir. Ancaq eyni zamanda bu Montessori'də də var, Waldorfda da var. Amma ən əsası Emiliyadadır. Düzdür. Təşəkkürlər müəllimə, əla. İzaha baxmısınız? İzaha bax. Xeyr müəllimə, əvvəlki biliklərin Əla, həqiqətən də qəşəng. Əvvəlki hələ izaha baxsaz ümumiyyətlə təmiz möhtəşəm öyrənərsiniz. vaxt yoxdur deyə bağışlayın, üzr hesab edin. Yox, baxarsınız amma mütləq. Çünki izaha da baxsaz qəşəng öyrənirsiniz. Təşəkkür edirəm. Səs açsın, Aysel Süleymanlı. Müəllimə, axşamınız xeyir olar. Buyurun. Müəllimə, izah harasınız? Necə? İzahını sarı atmışsınız. İzahı ödənişsiz qruplara göndərmişəm. Ödənişsiz qruplara. İstəsəz 070 293 39 28 nömrəsinə, yəni mənə yazın. Mən sizə ödənişsiz qrupu əlavə edim. Ödənişsiz dərslər bəzən biz həftədə bir dəfə keçirik. Və eyni zamanda müəllimlər, keçən dəfə də qeyd eləmişdim, kim sertifikat əldə etmək istəyirsə, bir aylıq təlimi bitirdiyinə görə mənə şəxsiyə yazar. Təbii ki, sertifikat ödənişlidir, amma endirimlidir. Bir aylıq təlimi bitirdiyinizə görə akademiya tərəfindən rəsmi verilir və möhrü də var. Yəni, bütün hər yerdə də tanınır. Bir aylıq təlimə yiyələndiyinizi göstərir bütün metodika, pedagogika, psixologiya. Və 5-10 günə hazırlanıb sertifikatlarınız şəxsinizə göndəriləcək. Yəni, bu sizin üçün, komissiya üçün eyni zamanda möhtəşəm bir fürsətdir. Qeyd eləmişdim ki, keçən dəfə müəllimənin biri də vurğuladı ki, komissiya gəlmişdi. Komissiya hansı ki mənim qovluğumda mənim sertifikatlarıma baxdı və təbii ki də dedi, bu onlar üçün sevinç doğrucu bir hiss yaratdı ki, yəni müəllimi öz üzərində işləyir. Eyni zamanda MİQə və sertifikasiya imtahanına hazırlaşan müəllimlər əldə edə bilərlər. Bir aylıq təlimi 1 yanvarda etmişdik, sonra çox müəllim yazdı. Təəssüf ki alınmadı, yəni bu bir aylıq idi. İndi isə bu ay içində bu güzəşti biz yaratmışıq. İstəyən yazar, sertifikatı əldə edər. Möhürlüdür rəsmi. Belə. Aysel müəllimə. Bəli, müəllimə, axşamınız xeyir. Axşamınız xeyir olsun. Eyni zamanda da ödənişli qruplar üçün də həmin nömrəmə yaza bilərsiniz. Akademiyanın nömrəsidir. Aysel müəllimə, deyin siz mənə bizim hansı nəzəriyyəmizdə scaffoldingdən söhbət gedir? Vygotsky. Vygotsky'də. Scaffolding nədir? Fasilitator nədir? Scaffolding belədir ki, müəllim fəaliyyət zamanı uşağa hər hansı bir köməkliyi göstərir. Amma fasilitator həmin köməkliyi belə deyim, bir növ yerinə yetirən şəxsdir. Yəni bələdçi kimi. Bəs yaxşı, fasilitasiya, yəni fasilitator deyəndə müəllimdir, fasilitasiya deyəndə dərsin gedişatıdır. Bəli. Aha. Scaffolding deyəndə isə yol göstərən. Scaffolding ancaq müəllim olmur, açar söz. Müəllim deyil scaffolding. Müəllim deyə, müəllim də ola bilər, onun yoldaşı da ola bilər, ondan bilikli, anası da ola bilər, atası da ola bilər, ondan bilikli. Yəni uşağın özündən kim biliklidirsə, kim ona yol göstərirsə, o aiddir scaffoldinga. Amma fasilitator isə müəllim özüdür. Fasilitasiya isə müəllimin keçdiyi səmərəli dərs. Yəni fasilitator valideyn deyil, amma scaffolding valideyn ola bilər. Scaffolding ümumidir. Belə yadınızda saxlaya bilərsiniz. Bir də siz mənə deyin, Gardner nəzəriyyəsindən vermək istəyirəm. Məsələn, uşağın biri təbiəti çox sevir. Daima gedir meyvələri qırır. Naturalist. Hansı intellekt? Naturalist. Düzdür. Bəs bu hansı intellektdir ki, uşaq məsələn kinestetika ilə öyrənir dərsi. Ancaq gərək oxunmalıdır. Bədən kinestetik rolu oynar. Elə uşaq var ki, fərdi iş formasını istəyir. Deyir, mən fərdi deyil, oturub baxmaq istəyirəm. Fərd daxili. Elə uşaq var ki, yəni ancaq danışır da söhbətçildir, aktivdir, müzakirələr aparır.
Hə, o şəxslər arası. Bəli, şəxslər arası. Bəs elə uşaq var ki, ədəbiyyatı çox sevir, əsərlər haqqında danışır, diskussiya edir. Verbal lingvistik. Əhə. Bəs bu uşaq musiqi çalınan zaman rəqs edir. Musiqi ritmik. Əminsiz? Hə, yox, bədən kinestetik rollu oyun var. Bədən hərəkətləri var. Düzdür. Bəs yaxşı, bəli müəllimlər, video kayıt götürəcəm. Amma video kayıtda sona qədər baxarsınız. İşi vacib olan müəllimlər çıxsın, qalanları qalsın ki, səs açar sözləri itirməyəsiniz. Yəni video kayıt yarıda dayana da bilər də, tam arxayın olmaq olmaz. Amma video kaydı izləyən müəllimlər mütləq YouTube kanalına abunə olar və eyni zamanda davamlı sizə videolarım gəlsin. Eyni zamanda da yorum yazıb bəyənməyi unutmayın. Sonra deyin siz mənə, Bəli. nə qədər yorum və bəyənmə çox olsa, ödənişsiz dərslərimi də o qədər çox edəcəm. Çünki mən sizə belə dəstək oluram. Siz də mənə yorum, xoş sözlər yazmaqla dəstək olun ki, motivasiyam artsın. Səsi açı, daha doğrusu davam edək. Bəli. Elkoni nəzəriyyə, Elkoninin yaş periodizasiyası var. Bu bizim hansı ki Vygotsky-lə əksdir yoxsa eynidir? Deyil, eynidir. Demək olar ki, o Vygotsky fikirlərinə, yəni Bəhrələnir. dəstəkləyir. Yəni onun ardını gətirir. Açır daha da. Bəli, bəli, açır daha da. Bir də müəllimlər, YouTube kanalımda çox video var. Onlara baxsanız, yəni bilin ki, çox öyrənəcəksiniz siz. Bütün videolarıma baxın. Kanalın özünə girin, orada görəcək bütün videolar düzülüb sırayla. Mütləq baxın onlara. İzləyin. Vaxtınız olduqca izləyin. Bəs müəllimə, deyin siz mənə, Vygotsky-nin Piaget-nin ortaq cəhəti nədir? Niyə onlar əks mənalıdırlar? Niyə onlar bir-birinə zidddirlər? Piaget-ilə. Vygotsky ilə Piaget oxşar cəhətləri budur ki, uşaq oyun oynayan zaman öyrənir. Belə fərqli cəhətləri var ki, məsələn, fərqli cəhətləri budur ki, Vygotsky deyir ki, uşağın həyatında birinci öyrənmə baş verir, daha sonra inkişaf edir. Amma Piaget deyir ki, uşaq birinci öyrənir, sonra inkişaf edir. O nitqi, məsəl üçün, Piaget deyir, uşaqda nitq minimaldır, Vygotsky deyir, maksimaldır. Vygotsky'də sosial konstruktivizmdir, Piaget'də kognitiv. Daha sonra uşaqda məsələn, hansı sosial emosional inkişaf sahəsinin tərəfindədir? Vygotsky yoxsa Piaget? Vygotsky. Düzdür. Bəs yaxşı, deyin siz mənə, məsələn, uşaq deyir ki, məsələn, uşağa deyirəm ki, Emil, ayaqqabı düz geyinməmisən. Qışqırır ki, yox, mən düz geyinmişəm, sən səhv deyirsən. Bəs yaxşı, o hansına aiddir? İlkin əməli mərhələdədir, o Piaget-ə aiddir. Müəllimlər, yorumları burada yazmayın, yorumları yazmayın, burada da oxuyuram. YouTube-da yazarsınız daha çox. Yəni YouTube-da yazsanız mənə çox xoş olar, hər birində təbii ki oxuyuram. Eyni zamanda digər videolarımın altına da yazsanız çox sevinərəm. Bəs yaxşı müəllimə, deyin siz, sentrasiya nədir, desentrasiya nədir? Sentrasiya hansı mərhələdir, desentrasiya hansı mərhələdir? Sentrasiya ilkin əməli mərhələdir, ilkin əməli mərhələ. Burada deyir ki, uşaq öz fikrini əsas tutur, yəni öz dediyidir. Amma desentrasiyada konkret əməli mərhələ aiddir. Artıq uşaq başqasının da fikrini önəmsəməyə başlayır. Yəni o başqasının da fikrinə razılaşmağa başlayır. Baxın, müəllimlər, Piaget, bu izahı mən etmişəm. Ona görə burada izah etmirəm müəllimlər. İzahıma baxan müəllimlər, nəzəriyyələri gözəl, mükəmməl öyrənmək istəyən müəllimlər YouTube kanalıma abunə olsunlar. Orada mənim nəzəriyyələr başlığı altında izahlarım var, sual-cavab qaydlarım var. Eyni zamanda Piaget ilə digər bütün Waldorfdan tutmuş nəzəriyyələr izah etmişəm və açar sözləri də yazmışam ki, bunlar yadınızda qalsın. Testlər, açar sözlər testdə lazım olacaq. Ona görə də izaha baxın. Burada mən izah etmirəm. Sadəcə toxunduqca müəyyən izahlar verəcəm. Çünki izah etsək vaxtımız çox gedəcək. Bu sual-cavab dərsidir. Sonra, bəs müəllimə, deyin siz mənə, bunu deyim də birinci olaraq, baxın, sentrasiya, bir də var desentrasiya. Sentrasiya, uşağa deyirsən, bu belədir, deyir, yox, sən deyən səhvdir, mən deyən düzdür. Nə qədər deyirsən, deyir, yox, sən səhv deyirsən, mən düz deyirəm. Ye deyirsən, deyir, yemirəm. Tərsdir.
Yəni eyni zamanda deyirsən ki, ayran ağdır deyir, yox qaradır, ağlayır ki, qaradır. Və yaxud da deyir öz tipliyini tutur ki, yox qaradır. Mən deyirəmsə qaradır, qaradır. Bu ilkin əməldir, bu sentrasiya adlanır. Bu sentrasiyadır. Desentrasiya konkret əməli mərhələyə aiddir. Bilirik də Piagetin 4 mərhələsi var. Hissi hərəkət, ilkin əməli, konkret əməli və formal əməli mərhələ. Burada da ilkin əməliyə aiddir sentrasiya, digərinə də desentrasiya. Artıq desentrasiyada ilkin əməli, yəni 7-11 yaş aralığında uşaq mənim fikrimi önəmsəməyə başlayır. Görür ki, doğrudan da mən düz deyirəm. Amma digər ilkin əməli mərhələdə mənim dediyimə önəm vermir. Deyirsən səhvsən, mən düzəm. Yaxşı, bir bu sualımı da cavablandırın. Məsələn, mən yaxın inkişaf zonası nədir? Yaxın inkişaf zonası. Yaxın inkişaf zonası Vygotsky aiddir. Uşağın bilmədiyinin, yəni öyrənə biləcəyi səviyyəyə çatmaq arasında yəni gedən proses. Yəni başqaları tərəfindən öyrəndiyi. Yəni uşaq bir müddətdən sonra nəyi artıq bacaracaq? Yaxın inkişaf zonası odur ki, mənim ehtiyacım var bunu öyrənməyə. Mənim köməyə Bəli. ehtiyacım var. Məsələn, orta yaş qrupunda uşaq ayaqqabısının bağını bağlaya bilmir, uşaq köynəsinin düyməsini bağlaya bilmir. Köməyə ehtiyacı var. Bu dövrdə mən kömək edirəm, həm də yol göstərirəm ki, yəni həm kömək edirəm, həm yol göstərirəm ki, o aktual inkişaf zonasına, yəni özünün edə biləcəyi bir zonaya gəlib çatsın. Yaxın inkişaf zonasında bilmir, bacarmır, yəni də müəyyən qədər köməyə ehtiyacı var. Bilir nələrisə. Amma yaşına uyğun o fəaliyyəti tam bacarmır. Ona görə də mən ona yol göstərirəm, kömək edirəm. Artıq o gəlir aktual inkişaf zonasında uşaq o fəaliyyəti sərbəst şəkildə özü yerinə yetirə bilir. Hər şeyi uşağın yerinə mən eləsəm, düzgün fasilitator sayılmıram. Uşağın yerinə hər şeyi müəllim etməli deyil və ya valideyn etməli deyil. Uşağa yol göstərmək lazımdır ki, növbətidə özü bacarsın. Zəruri həyati bacarıq formalaşsın uşaqda. Aha. Bəs yaxşı, deyin siz mənə. Məsələn, qeyd eləyin. Burada uşaqlar geriyə saya bilirlər. Konkret əməli mərhələdə. Hə, konkret əməldə. İlkin əməldə sayırlar, amma geriyə saya bilmirlər, amma konkretdə saya bilirlər artıq geriyə. Düzdür. Təşəkkür edirəm. Çox sağ olun müəllimə. Siz sağ olun. Səs açsın Sveta müəllimə. Bəli, axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Müəllimə deyin siz mənə, Vygotsky nəzəriyyəsinin məğzi nədir? Nədən söhbət gedir? Sosiallıqdan söhbət gedir. Yəni Vygotsky sosiallığı dəstəkləyir. Vygotsky sosial inkişafı ön planda tutur. Deyir, uşaq ünsiyyət qurarkən öyrənir. Bəs Vygotsky nəzəriyyəsi bizim hansı səriştələrimizə aiddir? Hansı səriştəmizə aiddir? Vygotsky əməkdaşlığa, bir də ünsiyyətə. Ünsiyyətin əməkdaşlığı ön planda tutur. Bəs Piaget? Piaget isə Uşağın sərbəstliyi, yəni təfəkkürü öndə tutur. Uşaq öz-özünə öyrənməlidir. əla. Gözəl. Yaxşı, deyin siz mənə, məsələn, hansı kognitiv konstruktivizmdir? Piaget müəllimə. Bəs yaxşı müəllimə, mənəvi bələdçi deyəndə hansı nəzəriyyə yada düşür? Emiliya. Mənəvi. Waldorf, izah etmişəm. Waldorf, bəli, Waldorf. Bəli, Waldorf mənəvi bələdçidir. Bəs yaxşı, deyirəm ki, scaffolding deyəndə hansı nəzəriyyə yada düşür? Vygotsky. Bəs yaxşı, uşaq özü tək öyrənsin deyəndə hansı nəzəriyyə yada düşür? Piaget, Montessori. Bəs flowchart deyəndə hansı nəzəriyyə yada düşür? Emiliya nəzəriyyə. Sonra layihə deyəndə hansı nəzəriyyə yada düşür? Emiliya. Bəs yaxşı, didaktik oyunlar deyəndə hansı nəzəriyyə yada düşür? Montessori. Açar sözlər deyib bunları yazın. Düzdür. Bir də bunu deyin siz mənə. Məsələn. Ümumiyyətlə, dünyəvilik didaktik prinsipini pozan hansıdır yanaşma? Montessori. Niyə? Yanaşma. Niyə? Çünki orada bioloji konseptualı öndə tutur. Yəni uşaq anadan gəlmə hansısa bir bacarıqla, yəni necə deyim?
Yəni uşağın gendən keçmə qabiliyyətinin olduğunu o irəli sürmüşdü. Düz. Yəni uşaq o deyir ki, əgər deyir bir uşağın musiqiyə marağı varsa, onu deyir musiqiçi kimi inkişaf etdirmək olar. Amma mən onu deyir riyaziyyat həvəsi yoxdursa, mən ona riyaziyyatı öyrədə bilmərəm. Bu bunun əleyhinə idi. Bəli. Bəs bunun Bəli. əksini kim deyirdi? Deyirdi, yox, mənə get 3 yaşından 18 yaşına qədər. Yox. Viqotdə yəni Waldorf. holding vasitəsilə Waldorf deyirdi ki, müxtəlif yaşlı, yəni dünyəviliyi o qoyurdu da qırağa. O deyirdi ki, müxtəlif yaşlı uşaqları gətir yanıma, mən onlardan sənin üçün bir mütəxəssis yaradım. İstənilən sahə üzrə. Yəni, müəyyən biliyi, bacarığı olan uşaqları gətir, amma onun əksini o Waldorf deyirdi. Yəni, dünyəvilik hansında pozulub deyəndə yazarsınız Montessori'də. Dünyəvilik prinsipini Montessori pozulub. Aha, təşəkkürlər müəllimə. Siz sağ olun müəllimə. Sağ olun. Səs açsın Gülnar Hüseynova. Sual cavab olunan müəllimlər əl işarələrini indirərlər zəhmət olmasa. Gülnar Hüseynova. Səs açsın onda Aytən Məmmədova. Müəllim, axşamınız xeyir. Axşamınız xeyir olsun. Aytən müəllimə, deyin siz mənə məsələn hansı bizim nəzəriyyədə varislik prinsipi qorunur? Varislik prinsipi məncə Piaget nəzəriyyəsidir. Sizcə müəllimlər? Kim deyə bilər? Varislik. Olar müəllim. Buyurun. Axşamınız xeyir. Axşamınız xeyir. Mənim düşüncəmdə Montessori, bilmirəm, sadədən mürəkkəbə. Məncə odur da. Aha, sizcə odur. Sonra kim deyə bilər? Vygotsky olmaz ki, belə yaxın əvvəlcə inkişaf zonası, sonra yaxın inkişaf, sonra aktual zona. Buna görə olmaz ki, varislik. Yəni müəllim kömək edir, kömək edə öyrənir. Vygotsky'dir. Bəli, Vygotsky. Yəni mən düzdür, səsinizi dinləməmişəm, dərsi üzrü sayın, yəni qulaq asmamışam. Mütləq qulaq asarsınız müəllimə. Yəni Müəllimə salam. Bayaq səs ata bilmədim, sonra məni sual cavab edin. Yaxşı, bir neçə müəllimə sual verəcəm. Bəs yaxşı, deyin siz mənə hansı Gülnar müəllimədə, yoxsa hansı Aytən müəllimədə qalmışdıq? Aytən müəllimə, deyin siz, səs bulaşması nədir, hansı mərhələyə aiddir? Səs bulaşması uşaqlarda yəni ilkin əməli mərhələyə aiddir. Yəni hissə-hərəki mərhələ, daha doğrusu hissə-hərəki mərhələyə aiddir. Yəni uşaq artıq səs bulaşmasında yəni səs, məsəl üçün əgər ağlayırsa kimsə körpənin yanında, hətta görsən ki, o ağlaya bilir, gülürsə gülümsəyə bilir. Yəni ona uyğun hərəkətlər edir də. Yəni ki, həmin səsə uyğun, həmin emosiyalara uyğun hərəkət edir. Bəs yaxşı, qeyd eləyin siz mənə. Məsələn, ilk dəfə zehni inkişafı sistemli şəkildə araşdıran psixoloq kim olmuşdur? Zehni inkişafı məncə Piagetdir də müəllimə. İlk dəfə zehni inkişafı araşdıran Piaget olmuş. Bəs yaxşı, deyin siz mənə, akkomodasiya nədir, assimilyasiya nədir? Akkomodasiya odur ki, yəni uşaq gördüyü hər hansı bir, məsəl üçün ilk gördüyün, yəni ki, tutaq ki, görürsə quzunu, elə quzunu görürsə və ya it görürsə, elə onu ona bənzədir, yəni bənzətmə edir. Ancaq o assimilyasiyadadır. Akkomodasiyada isə artıq uşaq uyğunlaşdıra bilir. Yəni quzunu bilir ki, quzunu görəndə bilir ki, quzudur və yaxud da iti görəndə bilir ki, o itdir artıq. Düzdür. Bəs yaxşı, bir də bunu deyin siz mənə. Uşağa bu dövrdə əşyanı verirəm, götürür yerə çırpır yenidən. Hansı mərhələdir? Artıq əgər uşaq əşyanı götürür yerə çırpırsa, yəni bu mən konsepsiyası ilə yanaşırsınızsa, yəni o yönümdə verirsinizsə, bu sual gedir çıxır.
əməliyyat öncəsi mərhələyə, yəni ki, o artıq aqressiya olur o uşaqda. Ancaq əşyanı uşaq əlindən atmaq Kəs. mənasında yanaşır. Yəni burada artıq uşağın hiss hərəkət mərhələsində uşaq əşyanı əlindən ata bilir və bu dönəmdə hissi hərəkət mərhələ olur. Yəni uşaq əşyanı atır və onun dalınca baxmır, arxasınca baxmır. Bunda hissi hərəkət olur. Hissi hərəkət mərhələ olur. Ancaq aqressiya ilə yerə çırpırsa oyuncağı, bu artıq orada mən konsepsiyası formalaşan vaxt. Yəni bu əməliyyat öncəsi mərhələ. Bəli, düzdür. Bəs yaxşı, Piaget mərhələsi, Piaget özü neçə mərhələyə bölür inkişafı, zehni inkişafı? Zehni inkişafı Piaget özü deməli bölürdü 4 mərhələyə. Deməli sensomotor və hissi hərəkət mərhələ 0-2 yaşı əhatə edirdi. Əməliyyat öncəsi ilkin əməli mərhələ 2-7 yaşı əhatə edirdi. Konkret əməli mərhələ 7-11, bəzən də 12 yaş əhatə edirdi. Formal əməli mərhələsi 11 və 12 yaşdan yuxarı əhatə edir. Aha, düzdür. Bəs yaxşı, bu hansı dövrdür ki, burada uşaq şəxsi təcrübəyə yiyələnirdi? Özü kəsb edirdi. Artıq şəxsi təcrübəyə yiyələnirsə, uşaq konkret əməli mərhələdə olur da məncə müəllim. Burada artıq şəxsi təcrübə, özü təcrübə edərək öyrənirdi. Formal əməli mərhələdə. Xeyr. Konkretdə müəllimə? Şəxsi təcrübə. Şəxsi təcrübə. Yaxşı düşünün. Əməliyyat öncəsi mərhələdə məncə. Əşyəvi manipulyativ dövr, hissi hərəkət mərhələ. O mərhələ, hissi hərəkət mərhələ. Əşyalarla manipulyasiya edir. Başa düşdüm. Düzdür. Bəs yaxşı. Deyin siz mənə, hansı dövrdə uşaq monoloqda olur? Artıq bu hissi hərəkədə olur da, məncə 0-2 yaşda artıq tək oynamağı uşaq seçir. Yəni ki, təklikdə oyun dövründə olur. Bu da yəni əşya manipulyasiya. Yox, monoloq danışmaqdır. İlkin əməlidədir. Amma monoloqdan dialoqa keçirsə... Yəni təklik dövründə olur da müəllimə. Yox, monoloq danışmaqdır. 0-2 yaşında uşaqların hamısı danışmır axı. Monoloq öz-özünə danışır. Məsələn, deyir ki, atam mənə bugün konfet alacaq, anam məni bugün parka aparacaq, bugün mən bu oyunları oynayıram. Öz-özünə danışır uşaq. 1-3 yaşlıdır onda. Yəni, əgər müəllimlər monoloq deyirsə, ilkin əməli mərhələdir. Monoloqdan dialoqa keçir deyirsə, konkret əməli mərhələdir. 2-7 yaş əhatə edir də, ən çox da o 3 yaşında. Bəli, ilkin əməli mərhələ. Təşəkkür edirəm. Sağ olun. Sağ olun. Səsini açsın, hansı müəllimə dedik bayaq? Gülnar Hüseynova idi da deyəsən. Müəllimə, səsi sonra hazır açıq saxlayarsınız. Bir də səssiz yerdə olun ki, Bəli. İndi gəldi. Axşamınız xeyir olsun. Müəllimə, deyin siz mənə, məsələn, bu hansı nəzəriyyədir ki, burada söhbət gedir uşağın, belə deyim də, təlim nəticəsinə gəlməyindən. Yəni, uşağın bilmədiyini öyrənməyindən söhbət gedir. Kömək ilə. Kimisə köməyinə ehtiyacı var. Hansı nəzəriyyədədir bu? Kim kömək etməlidir burada? Vygotsky'də müəllimə scaffolding və yol göstərmək. Yol göstərmək. Bəs yaxşı. Məsələn, sizcə düzgün scaffoldingdir. Mən uşağa deyirəm ki, 3 dənə bananın üstünə 2 dənə banan gələndə neçə eləyir? Uşaq deyir ki, bilmirəm. Deyirəm ki, 5 eləyir, 5 banan eləyir. Düzdür? Xeyr müəllimə, düzdür. Niyə? Onu yavaş-yavaş öyrənsən də müəllimə, yaxın inkişaf zonasına ondan burada artıq scaffolding düzgün deyil. Yox, yəni mən burada hər şeyi hazır verməli deyiləm uşağa. Uşaq öz təfəkkürünü işə salmalıdır. Uşaq özü axtarmalıdır. Mən ona sadəcə göstərə bilərəm ki, bax, bir dənə banandır. Yəni mən ona kömək eləməliyəm. Sözsüz ki, kömək eləməliyəm. Amma düzgün istiqamət verərək kömək eləməliyəm də. Hazır özüm desəm, uşaq nə öyrənəcək burada heç nə? Burada heç nə öyrənmiş olmur, düz deyirsiniz. Bəs yaxşı, deyin siz mənə, məsələn, belə bir nümunə gətirim. Elkoninin yaş periodizasiyası neçə yerə bölünür? 3 yerə müəllimə, çağalıq.
Aha, Heç erkən yaş, bir də bilmirəm. uşaqlıq dövrü. Erkən yaş Bəli, deyəndə hansı yaşlar nəzərdə tutulur? 0-3 yaş. 3 yaş. Aha, o Bəli, da müəllim. bölünür, yəni 2 yerə. Erkən yaş 2 yerə bölünür. Çağalıqla körpəlik. Çağalıq hansı Körpəlik. dövrləri əhatə eləyirdi? Çağalıq Onu 0-1 biraz, dövrünü. Çağalıq 0-1 ilk onu biraz yaxşı bilmirəm. Aha, gələn dəfə öyrənərsiniz. Bəs yaxşı müəllim, Bəli, böhran müəllim. nədir? Böhran. Böhran. Onu da bilmirəm müəllimə. Yaxşı. Onda böhran deyəndə müəllimə, yəni insan həyatının belə deyim, psixi kontekstində, yəni kəskin dəyişikliklərlə xarakterizə olunan inkişafın aralıq mərhələsidir. Qısa müddət davam edir. Yəni bir növ uşaq böhrana girir, aqressivləşir. Məsələn, 3 yaş böhranı 3 yaş böhranında uşaqlar böhrana girmiş olur da. Yəni siz nə deyirsiniz, əksini deyir. Siz deyirsiniz, belədir deyir, yox elə deyil. Yəni höcətlik, inadkarlıq burada olur. Böhran budur. Aha. Müəllimə. Yaxşı, bəs deyin siz mənə, məsələn, hansı nəzəriyyədir ki, Vygotsky, hansı yanaşmadır ki, Vygotsky ilə oxşardır? Hansı nəzəriyyədir? Hansı Elkoni yanaşmadır? Hansı yanaşmadır? Bu eyni zamanda Emilya yanaşması. Vygotsky ilə oxşardır. İkisində də köməkdən söhbət gedir. Bəli, müəllimə, düzdür. Bəs yaxşı, bir də deyin siz mənə. Məsələn, nümunə gətirim. Açar söz kimi onu deyil. Burada hansı nəzəriyyədir ki, uşağa deyir ki, qətiyyən alınma oyuncaqlarla oynama, ancaq taxta materialları ilə. Hansında Emilia. deyir? Montessori-də müəllimə. Waldorf. 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 Aha. Ancaq təbiət materialları, yəni texnologiyadan uşaqları uzaqda saxlayırdı. Təşəkkürlər. Çox sağ olun müəllimə, Allah razı olsun. Siz sağ olun. Səsi açsın Aytəkin müəllimə. Aytəkin müəllimə. Bəli, buyurun. Aytəkin müəllimə, deyin siz mənə, məsələn, Waldorf nəzəriyyəsi bizim hansı inkişaf sahələrimizə əsaslanır? Waldorf nəzəriyyəsi. İnkişaf sahəsi. Waldorf. Bilmədim mən onu. Waldorf deyəndə aid Müəllimə, mən olur. deyə bilərəm. Buyurun. İdraç, ətraf aləm, indi Estetik və yaradıcı inkişafa aiddir. Sonra Həm də sosial. düzdür. Sosial. Estetiklə sosiala aiddir. Estetikdən də quraşdırmaya, adətən quraşdırma Waldorfda öz əksini tapır. Bəs yaxşı, deyin siz. Məsələn, Waldorfda eyni yaşlı uşaqlar olur, yoxsa müxtəlif yaşlı uşaqlar olur bir yerdə? Müxtəlif yaşdır. müxtəlif yaşlı. Müəllimə, Mənə yerdən sual. cavab verməyək. Aytəkin müəllimə cavablasın, xahiş edirəm. Aha. Müxtəlif yaşlı müəllimə. Eyni Aha. yaşlı uşaqlar. Eyni yaşlı. Yaxşı, bəs deyin siz. Aparıcı yaxşı baxmamışam. Hiss olunur. Bəs müəllimə, söz azadlığı hansı nəzəriyyəyə aiddir? Mənəvi azadlıq, söz azadlığı. Mənə Waldorf. Azadlıq verilməlidir deyir uşağa. Düzdür. Bəs bu hansıdır? Bioloji konsepsiya. Hansı nəzəriyyəyə aiddir? Montessori yanaşması. Bir də Piaget. 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 Düzdür. Bəs bunu hansı nəzəriyyəçi deyir? Deyir ki, zehni inkişaf öyrənmədən əvvəl gəlir. Zehni inkişaf öyrənmədən əvvəl gəlir. Piagetdir. Əvvəl zehni inkişaf eləyir, sonra uşaq öyrənir. Orada Aha, mərhələlərə bölünür. düzdür. Bəs Piaget hansı inkişaf sahəmizə əsaslanır? İdraç.
Kognitiv. Düzdür. Məsələn, həddən artıq ümumiləşdirməyə aid mənə bir nümunə gətirin. Həddən artıq ümumiləşdirmə. Məsələn, başı bağlı kimisə görürsə, məsələn, nənəsi başı bağlıdırsa uşağın, başqa başı bağlı ana görəndə ya qadın görəndə onu öz nənəsinə oxşadır. Bir o da mənim nənəmdir. Yox, əslində o oxşatma ayrı bir şeydir. O 0-2 yaşında olur. Uşaqlar qarışdırır. Yox, həddən artıq ümumiləşdirmə bilirsiniz nədir? Məsələn, öz nənəsinin başında yaylıq görür. Deyir ki, hə, bütün nənələr başına yaylıq taxmalıdır. O elə bilir ki, bütün nənələr başına yaylıq taxmalıdır. Aha, bəs yaxşı. Bax, məsələn, babası əlində çubuq olursa babasının, elə bilir ki, bütün babalar əlində həsa ilə gəzməlidir. Və yaxud da görür ki, it ürəndə quşlar uçur. Hə, it ürəndə quşlar uçursa o deməkdir ki, ancaq it ürəndə quşlar uçmalıdır. İlkin əməli mərhələdə olur. İlkin əməli mərhələdədir məncə o. Bəli. Həddən artıq ümumiləşdirmə ilkin əməli mərhələyə aiddir. Düzdür. Bir də deyin bunu mənə. Ekvilibrium nədir? Ekvilibrium. Onu bilirdim mən. İlkin əməli mərhələdədir. Piagenin. Sağa baxır, sol yaddan çıxır. Sola baxır, sağ yaddan çıxır. Tarazlıq pozulur ekvilibriumda. Bu da hafizənin belə deyib, psixi proseslərdən hafizənin zəifliyindən irəli gəlir. Təşəkkürlər. Sağ olasın müəllim. Allah razı olsun. Sağ olun. Sonra kim sual cavab etmişəmsə əl işarəsi endirilsin. Səs açsın xəyalə müəllimə. Xəyalə müəllimə. Bəli. Aha. Deyin siz. Axşamınız xeyir olsun. Siz də mənə deyin, hansı mərhələdə uşaq məhdud təcrübəsinə görə həddən artıq ümumiləşdirmə edir, sentrasiya formalaşır uşaqda? Bu müəllimə Piagenin hissi hərəki mərhələsidir. İlkin əməl. Sualı bir də verin. Deyirəm ki, məhdud təcrübə olur bu mərhələdə. Eyni zamanda bu ilkin əməli mərhələsidir. Piagenin ilkin əməli mərhələsi. Düzdür. Məsələn, mən gəzintiyə çıxıram. Uşaq da mənə deyir ki, gözlə, mən də gedim ana öz oyuncağımı geyindirim, ona da soyuq olar, üşüyər o da. Bu animizmdir. Canlı və cansızı qarışdırır. Elə bilir ki, o kukla da canlıdır, üşüyür. Bu animizm sayılır. Animizm. Düzdür. Bəs yaxşı. Deyirəm ki, məsələn, bəs bu hansı mərhələyə aiddir? Uşaqda abstrakt, mücərrəd düşünmə yavaş-yavaş formalaşır. Bu da ilkin əməli mərhələdir. Abstrakt, yəni ki, qeyri-adi düşüncədə müəllimə. Abstrakt düşünmə. Qeyri-adi düşünmə. Abstrakt mücərrəd düşünmədir, xəyali düşünmədir. Xəyali düşünmə. Bəs bu hansı mərhələdir ki, Piagenin avtonom nitq formalaşır? Avtonom ilkin əməli mərhələ. Bəli. Bu avtonom nitq yox. Avtonom nitq 0-2 yaşı əhatə edir. Uşaq öz-özünə danışır. Öz-özünə danışır. Əffə, yeməklərdən deyir əffə. Onun dilin ancaq valideyni başa düşür. Bəli, onun dilin adı. Deyir. Məsələn, yeməyə əffə deyir. Eynən, yəni bir növ qısa da. Bəli, evdə ancaq onun valideyninə başa düşür. Uşaq nə deyir? Bu avtonom nitqdir. Düzdür. Təşəkkürlər. Sağ olun. Sağ olun. Səsi açsın Gülsüm müəllimə. Gülsüm müəllimə. Səsi açsın Alimə müəllimə. Bəli, eşidirəm müəllimə. Aha, sonra Alimə müəllimə açar. Gülsüm müəllimə deyin siz mənə. Məsələn, deduksiya nədir? Deduksiya Piagenin hansı mərhələsinə aiddir? Deduksiya deməli bilsin mən ümumidən xüsusiyə deməkdir. Yəni tutaq ki, bir müəllimə qəşəngsə, tarix müəlliməsi, məsələn, Ayda müəllimə məsələn gözəlsə, uşaq elə bilir ki, bütün müəllimələr gözəldir. Yox, müəllimə. Yox, deduksiya.
Xüsusidən induksiya, xüsusidən ümumiyə. Yox, sizin dediyiniz həddən artıq ümumiləşdirmədir. Bütün müəllimələr deyirsinizsə, bütün yəni o ümumiləşdirir axı. O Yox, həddən artıq. ümumiləşdirəndə elədir. Əgər bir var ki, müəllimə qəşəngdir, bu müəllimə gözəldir da. Əgər bütün müəllimələr bilirsə ümumiyyədir. Mən deyə bilərəm, izah edə bilərəm. Bir dənə deyin, bəli. Sonra Belə geri dönüş edəcəm. Aha, qaydadan nümunəyədir də deduksiya, formal Xüsusidən əməllər. ümumiyə. Ümumidən xüsusiyyədir. Ümumidən. Deduksiya ümumidən Deduksiya ümumidən xüsusiyyədir. Bəli, əstəğfurullah, yerəm tersin. Ümumidən xüsusiyyədir. Məlumat verib, sonra o meyvələri bir-bir adlarını ki, məsələn, alma, armud, ümumidən xüsusiyə gedir. Deduksiyada. Formal əməl mərhələdədir. Formal əməldə bəli. Layihənin müddətini minimum 3 ay, maksimum 6 ay. Yəni 3 aydan tez verməməlisən, 6 aydan da gec hazırlayıb verməlisən. 3 və 6 ay. Yaxşı, sizə bir də bunu deyim. Məsələn, mənəvi bələdçi deyəndə hansı nəzəriyyədən söhbət gedir? Mənəvi bələdçi mənim Voldurovdur. Yəni bələdçi də şeydir də deyə bilmirəm. Yox, mənəvi bələdçi müəllimdir. Valdorf. Müəllimdir bələdçi də. Valdorf. Bələdçi də müəllimdir, müəllim. Mənəvi bələdçi Valdorfdadır da, müəllimdir Valdorf. Bəli. Çünki mən demirəm axı. Mənəvi sözü var, düzdür. Təşəkkürlər. Sağ olun müəllim. Sağ olun. Səs açın Alimə müəllimə. Salam müəllimə, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Alimə müəllimə sizə bir neçə nümunə deyəcəm, test tipli. Siz onu cavablandırın. Bəli, işləm. Məsələn, deyə bilərəm ki, uşaq elə düşünür ki, yəni bu yeri, göyü, dağı, zəlzələləri, hər şey insandan asılıdır. Bunu nə adlanır və bu Piaget'in hansı mərhələsinə aiddir? Artikalizm. Hər bir insan özündən asılıdır müəllimə. Burada artıq artifikalizmdir. Bir də artifikalizm hansı mərhələmizə aiddir? İlkin əməl deyildi müəllimə. Bu ilkin əməli mərhələdir. İndi deyin görün, mən dediyim nümunələri görün, artifikalizmə aiddir yoxsa nəyə aiddir? Məsələn, deyirəm ki, məsələn, zəlzələ olur, deyir ki, insanlar zəlzələ etdilər, zəlzələ yaratdılar. Artifikalizm aiddir, aid deyil. Bəli, müəllimə, artifikalizm aiddir. O sözü deyə bilmirəm. Bəs yaxşı, ekvilibrium nədir? Ekvilibrium müəllimə, uşaqda tarazlığın pozulması deməkdir. Yəni, uşaq, necə deyirlər, sağa baxarkən solu unutmağı, getdiyi yolu unutmağı, məsələn, gedib bu gün, məsələn, bir 5 dəqiqə əvvəl getdiyi yolu unutmağı, yəni uşaqda tarazlıq pozulması, uşağın beynində daha çox hafizə ilə əlaqəli bir prosesdir bu. Düzdür, hafizə ilə əlaqəli bir prosesdir, düzdür, sıxı proseslərdən. Bəs deyin siz mənə, bizim hansı mərhələdir ki bu, hansı mərhələmizdir? Burada uşaqlar eyni zamanda mühakimə yürüdürlər, arqumentlər gətirirlər, öz fikirlərini irəli sürürlər. Artıq müəllimə o konkret əməliyə keçir də, konkret əməldə artıq uşaq öz fikirlərini yürütməyə başlayır. Artıq müəllimə, məsələn, mücərrəd düşünməyə başlayır desəz, konkretdir. Artıq mücərrəd düşünür desək, düşünür. Artıq o formada düşünməyə başlamaq konkretdir. Düşünürsə, formal əməli mərhələdir. Yaxşı, deyin siz mənə. Başlayır müəllimə, konkretdir. Aha, yaxşı. Bəs qeyd eləyin siz, məsələn, bir nümunə gətireyim. Bu Frabeldən verin müəllimə, o birisilərdən verin. Frabeldə oxumuşam. Yəni mən onları oxumuşdum. Yadımdan çıxıb çox əvvəl çox oxuyurdum onları. Frebel. Frebel, hə. Yaxşı.
İlk uşaq bağçasının yaradıcısı müəllimə Frebel olub. Yəni Frebeldən Bəli. sual Müəllimə, o verməz yəni. niyə Friedrich Frebel bağçanı nəyə adlandırırdı? Bağçanı birinci Bağçanı bağça. Burada müəllimi nə adlandırırdı? Uşaqları nə adlandırırdı? müəllimə bağçanı o uşaq bağçası ifadəsi deyir o götürmüşdü də deyir. Yəni o şeydə Çiçəkli bağ. çiçəklər bağçanı da çiçək adlandırmış. Uşaqlar çiçəklər kimi böyüyürlər deyirdi də müəllimə. Bəs, burada məqsəd nə idi? Məqsəd müəllimə uşaqları müəllimə yəni çiçəyə bənzədirdi. Uşaqları yəni təbiətlə daha çox uyğunlaşdırırdı da bu. Təbiətlə, belə deyim də, eyni zamanda da yəni məqsədi o idi ki, hər şey müəllimdən asılıdır da. Eyni zamanda uşaqlar çiçəkdir, onları böyüdən, onların suyu, onun günəşi müəllimdir. Müəllim necə rəftar edərsə, uşaq da o formada inkişaf edər. Yaxşı, bəs deyilsiz. Bu hansı nəzəriyyəyə aiddir? İndi deyəcəyim nümunə. Burada məsələn uşaqlara deyir ki, gedin taxtalarla oynayın. Qətiyyən alınma plasmas qablardan istifadə etməyin, texnologiyadan istifadə etməyin. Valdorfdur müəllimə. Valdorf daha çox necə deyirlər, quraşdırma işlərinə, uşaqlara daha çox estetik yaradıcı Bəs bu hansı sosial emosional hədiyyə deyildi. Bəs müəllimə, belə bir nümunə deyim sizə. Hansı nəzəriyyədir ki, bu iki yerə bölünür? Deyir, şuurlu mənimsəmə, şuursuz mənimsəmə. Şuurlu mənimsəmə, şuursuz mənimsəmə. Müəllimə, bu şeydir, Montessori'yə aiddir. Düzdür. Elikon. Düzdür, yox, mən düz deyirəm, Montessori'yə aiddir. Düzdür. Dəqiq Montessori. Düzdür. Elikoni üç hissəyə bölür uşaq dövrünü. Bəs yaxşı, bu Waldorf nəzəriyyəsinin yaradıcısı kim idi? Waldorf nəzəriyyəsi, Friedrich kimsə, Friedrich müəllimə. Friedrich ayrıdır, Waldorf deyirəm mən. Müəllimə, Waldorf, yəni onun adını. Rudolf Steiner. Kim müəllimə, bir də deyin yadımda saxlayayım onu heç olmasa. Kim deyirlər? Rudolf Steiner. Bəli, Rudolf Steiner. Bəs yaxşı. Rudolf Steiner. Deyin siz mənə. Bəs bu hansı nəzəriyyədir ki, burada hisslərin inkişafından söhbət gedir? Hisslərin inkişafı. Montessori. Waldorf. Hisslərin. Montessori. Hiss varsa müəllim Waldorfdur, hiss üzvləri varsa Montessori'dir. Düzdür. Çünki hiss üzvü deyəndə sən toxunursan. Lamisə üzvlərində. Bu hiss üzvlərində Montessori. Hiss deyirsənsə mənim daxili hisslərim, mənim sevincim, mənim kədərim. Bu Waldorfa aiddir. O daxili hisslərə önəm verirdi. Uşağın keçirdiyi hisslərə. Bunu da deyin Alimə müəllimə. Deyin müəllimə, işdirəm. Yerdən heç kim xahiş edirəm, cavab verməsin. Məsələn, belə bir nümunə deyim. Burada birgə qurma üsulundan istifadə olunurdu. Necə? Birgə qurma üsulundan istifadə olunurdu. Hansı nəzəriyyə? Birgə qurma. Müəllimə, quraşdırma varsa müəllimə bu Waldorf deyil. Birgə qurma xatırlayın. Birgə qurma müəllimə Emiliya. Emiliya, bəli. Emiliya. Təbiətdə birgə fəaliyyətdə. Düzdür. Təşəkkürlər. Sağ olun müəllimə, çox sağ olun. Siz sağ olun. Səsi açsın. Burada. Salam müəllim, axşamınız xeyir. Axşamınız xeyir olsun. Bağışlayın. Birgə qurma əməliyyatda cüslərlə iş formasına da aid etmək olar. Bəli, sizə sual verim, sonra sırayla gedərik. Yaxşı, səsi açmışkən onu da verim. Bəli. Bəs yaxşı.
Deyin siz mənə. Emiliya nəzəriyyəsinin mövzusu nədən ibarətdir? Emiliya nəyi ön planda tuturdu? Emiliya nə imkanı tuturdu? Layihə minimum 3 ay, maksimum 6 ay idi. Bircə qurmaydı, sonra Birgə qurmaydı. O Vygotskyinin nəzəriyyəsinə əsaslanmışdı. Birinci Emiliya zehin, Vygotskyyə sonra əsaslanmışdı. öyrənmə. Düzdür. Bəli. Aha. İndi sizə deyim mən. İnduksiya, deduksiya hansı mərhələlərə aiddir? İnduksiya, deduksiya. İnduksiya xüsusidən ümumiyə, deduksiya ümumidən xüsusiyə. Waldorf. Bəs deyilsiz, induksiya xüsusidən ümumiyə, deduksiya ümumidən xüsusiyə. Ümumidən İnduksiya xüsusiyə. konkret əməli mərhələdir, deduksiya formal əməli mərhələdir. Piaget. Piaget. Piaget'in 4 mərhələyə bölmüşdü. Hissə, hərəkət mərhələ 0-2 yaş. Əməliyyat öncəsi mərhələ 2-7 yaş. Formal əməli 7-11 yaş. Konkret əməli 11-12 də mərhələ formal 11-12 əməldə yaşdan 11-12 yaş üstü. Düzdür. üstü. Dünyəviliyi hansı pozurdu? Dünyəviliyi Montessori. Niyə pozurdu? Niyəsin? Dəqiq deyə bilməyəcəm. Kim deyə bilər? Bayaq demişdik. Bəli, bəli. Deyim müəllimə. Mən deyə bilərəm müəllimə. Bəli, deyin. Montessori deyirdi ki, uşaq hansı sahədə inkişaf edirsə, elə o sahədə də onu inkişaf etdirmək olar. Yəni başqa sahəyə uşağı yönəltmək olmaz. Əgər o musiqini sevirsə, onun istedadı musiqiyyədirsə və yaxud riyaziyyatədirsə, həmin sahə üzrə də onu inkişaf etdirmək lazımdır. Çox sağ olun. Təşəkkürlər, əla, qəşəng. Bəs bir də səsi açan müəllimə, bunu da deyin. Aparıcı fəaliyyət deyəndə kimdən söhbət gedir? Aparıcı fəaliyyət nədir? Aparıcı fəaliyyət deyəndə hər hansı bir sahə üzrə, bax bugün biz sertifikasiya imtahana görə tələb olunur ki, biz nəzəriyyələri öyrənək, ondan sonra metodikaları öyrənək. Bizə vacib olduğuna görə bax bu sahəni öyrənirik. Yəni sertifikasiya imtahanına tələbat olduğu üçün hansı sahəyə tələbat varsa, o sahə üzrə də öyrənirik. Yox, bu adətən uşaqlar üçün nəzərdə tutulur. Yəni aparıcı fəaliyyət, məsələn, məktəbə qədər dövrdə aparıcı fəaliyyət oyun fəaliyyətidir. Hə, bəli müəllimə. Allahım, Təlim fəaliyyəti həmin məsələn 3-4 yaşında uşağın aparıcı fəaliyyəti sujetli rollu oyunlardır. Bəli. Məsəl üçün 2 yaşlı uşağın ki, əşyavi manipulyatивdirsə, 3-4 yaşdan sonra oyunlardır, sonra təlimə keçir. Yəni hansı yaşda hansı fəaliyyət növü daha tələb elənirsə, həmin fəaliyyətdə önəm daşıyır da o yaş üçün. Düzdür. Təşəkkür edirəm. Çox sağ olun. Yaş gözlədir. Digər, hansı ki, bayaq sual verdiyim müəllimə, bunu da cavablandırın, zəhmət olmasa. Gəlay müəllimə. Uşaq beyində saya bilir. Hansı mərhələdir? Piaget'in hansı mərhələsinə aiddir? Əməli müəllimə. Konkret əməli. Konkret əməli mərhələdir. Əlləri ilə sayırsa, ilkin əməli mərhələdir. Beynində sayırsa, konkret əməli mərhələdir. Təşəkkürlər. Çox sağ olun müəllimə, buyurun. Sağ olun. Mən ilk dəfə idi qoşulmuşdum dərsə. İlk Zoom dərsindən qoşuluram. Yoxlamaq istədim özümü. Çox sağ olun müəllimə. Sağ olun. Səsi açsın Əhmədova Günay. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir olsun. Siz mənə deyin, məsələn, bu hansı mərhələyə aiddir ki, uşaq bu mərhələdə dostluq nədir, xəyanət nədir, sədaqət nədir, vicdan nədir, bunları bilir. Bunlar haqqında artıq düşünür.
Əməliyyatlar öncəsi yoxsa Xeyr. konkret əməl mərhələdə olar da? Bu Yo. formal əməli. Mücərrət olar o. Formal mərhələdə müəllim xəyanət var ya orada. Düzdür. Unuttum. Bəli, bunlar böyük yaşa aiddir də, yəni 12 plus, 11 plus. Bəli. Bəs yaxşı, uşaq debatlarda iştirak edir, müzakirələrə qoşulur, diskussiya edir. Bunda konkret əməli. Yox, bu da formaldır, artıq edir. Formal. Bəli. Mhm. Bəs yaxşı, bu hansı mərhələdir? Deyirəm ki, abstrakt mücərrəd düşünməyə başlayır. Hipotetik formaldadır, konkretdədir də o dediyiniz. Bu artıq konkret əməli mərhələdədir. Bəs yaxşı, dialoqa, monoloqdan dialoqa keçid. Artıq dialoq. O da konkret. Monoloq animizm olan vaxtıdır, əməliyyatlar öncəsi. Onda dialoqdadır. Amma dialoqdan monoloqa keçid konkretdədir. Yaxşı. Deyin siz. Məsələn, şuurlu mənimsəmə dövrü deyəndə Montessori'də hansı yaş dövrü nəzərdə tutulur? Şuurlu mənimsəmə. Şuurlu mənimsəmə. Bu şəkildə mənimsəyirsə. Şuurlu mənimsəmədirsə 3-6 yaş. 3-6 yaş. Amma əşyavi manipulativ dövrdə uşaq öyrənir də, əli ilə çırır, nəysə, əlləşdirir, praktik olaraq öyrənir onda. Onda 0-2 yaş olur da. 0-3 yaş şuursuz mənimsəmə dövrüdür. 3-6 yaşı şuurlu mənimsəmə dövrüdür. Artıq şuuru dərk edir də, yəni gördüyünü. Bəli. Belə, bir də bunu cavablandırın mənə. Məsələn, deyə bilərəm sizə. Bəs bu hansına aiddir? Əvvəlcə deyir tanışlıq, məsələn, bu metodda da bu hansı nəzəriyyə metodu? Əvvəlcə tanış olurlar. Sonra tanışlıqdan təcrübəyə keçirlər. Təcrübədən isə müxtəlif anlayışlar əldə edirlər. Vygotsky. Xeyr. Waldorf. Bilmədim. Bəs yaxşı. Bu hansına aiddir? Deyir ki, təhsil bir incəsənətdir. Açar söz. Təhsil bir incəsənətdir. Waldorf olar da. Düzdür, Waldorf. Təşəkkür edirəm. Sağ olun müəllimə. Siz sağ olun. Səsi açsın. Aysel Xəlilova. Bir neçə müəllimənin də sual cavab edeyim. Saat 11-də dərsim var. Axşamınız xeyir müəllim. Axşamınız xeyir olsun. Sonra deyin mənə siz müəllimə. Məsələn. Bu nəzəriyyənin, məsələn, Emiliya nəzəriyyəsinin banisi kimdir? Malaguzzi. Bəs yaxşı, Emiliya nəzəriyyəsində ətraf mühitin rolu nədir burada? Ətraf mühiti 3-cü müəllim adlandırırlar orada. Əla, 3-cü müəllim adlandırır. Düzdür. Bəs burada əməkdaşlığı ön planda tuturdu Emiliya yoxsa? Yox. Bəli. Əməkdaşlıq ön planda idi. Birgə qurma idi burada. Bəs yaxşı, deyin siz. Bu hansı nəzəriyyətçiyə aiddir ki, o uşaqların inkişafını izləyirdi? O portfolyodan istifadə edirdi. Necə? Portfolyodan istifadə edirdi. Portfolyo. Emiliya. Düzdür. Orada da flowchart adlanırdı sadəcə. Düzdür. Sonra bəs məsələn nümunə olaraq deyə bilərəm. Bir dəqiqə düşünüm. Burada uşağı 7 yaşına qədər uşağa deyir heç nə öyrətmə. Waldorf. Akademik biliklərə yiyələndirdilər o yaşın kimi. Düzdür. Bəs yaxşı. Bəs bu hansı nəzəriyyətçidir? Deyirəm ki, burada uşaqlar daha çox bu nəzəriyyə riyaziyyata aiddir. Montessori.
Düzdür. Təşəkkürlər. Sağ olun. Sağ olun. Səsi açsın. Turan yazılıb müəllimənin adında. Bəli, müəllim, axşamınız xeyir. Axşamınız xeyir olsun. Müəllimə deyin siz hansı nəzəriyyədən söhbət gedir? Banisi Loris Malaguzzidir. Hansı Emilia. yanaşmadır? Bəs yaxşı. Deyirəm ki, burada layihələrdən söhbət gedir. Hansıdır? Emilia. Emilia nəzəriyyəsi. Düzdür. Bəs bu layihələrin müddəti nə qədər olmalıdır? Nə qədər müddətli uşaqlar layihə hazırlaya bilərlər? 3 yaş, Yox, 3 aylıq, 6 ay. 3 minimum 3 ay, maksimum 6 ay. 3 Bəli. aydan tez gətirmək olmaz, 6 aydan da gec gətirmək olmaz. Yaxşı. Məsələn, Waldorf nəzəriyyəsi bizim hansı inkişaf sahələrimizi əhatə edir? Sosial, emosional müəllimə. Burada artıq Estetik yaradıcılıq. Estetik yaradıcılıq, bir də sosial. sosial məsələn, estetik və yaradıcılıqdan da birgə qurma. Quraşdırmaya aiddir. Bəli, quraşdırma, birgə qurma fikrim qarışdı. Bəli, quraşdırma yəni, quraşdırma fəaliyyətinə aiddir, düzdür. Yaxşı, bir bunu da deyin siz mənə. Məsələn, bu hansı yanaşmaya aiddir ki, o ilk dəfə əlilliyi olan uşaqlarla işləmək üçün bir bağça yaradıb. Montessori. Yaxşı. Deyin siz burada hər üç Waldorf, Montessori, Emilia bu üç yanaşmanın ortaq cəhəti nədir? Oyundur müəllimə. Burada artıq uşaqlar mərkəzdə olurlar. Uşaqların üçü də deyir ki, uşaq üçün çalışır. Amma təbii ki də öz fərqlilikləri də var.